İlkin anlayışlar part 2. 14-cü suala baxacağıq. Bu da indekslərin tapılması qaydasına əsaslanır. 1 və 4-cü qrupların imtahan suallarından biridir. Azotun oksidinin 22 qram olduğu bildirilir. Biz bilmirik azotun hansı oksidi. Ona görə NX, OY şəklində bu oksidi qeyd edirik. Azotun oksidi ümumi neçə qramdır uşaqlar? 22 qramdır. Oksigen burada 8 qramdırsa, oksigenin üstə yazıram 8 qram. Azot burada neçə qramdır? 22-dən 8-i çıxırsınız 14 qram. Azotun öz ayrı neçədir uşaqlar? 14. Oksigenin öz ayrı neçədir uşaqlar? 16. Verilən bu kütləni bölürsüz ayrı. 14'ü bölürsüz 14'e. Nisbət şəklində verilən kükürdün kütləsi, kükürt deyirəm, oksigenin kütləsini uşaqlar. Üzrlü sayın. Bir dəqiqə. Aha, verilən oksigenin kütləsinin 8'i bölürsüz 16'yı, oksigenin ayrını. Olacaq burada 1'in 0,5'e nisbəti, bu da edəcək 2'nin 1'e nisbəti. En 2 o. Cavab olacaq nə? D variantı.